biz dedik ki, Loğman surəsi 14-cü və 15-ci ayədir. 15-ci ayə, yəni maraqlı bir qissəni qeyd eləmək istəyirəm. İnşallah ümid edirəm ki, faydalı olar. Məşhur sahabı olan Səd ibn Əbu Vaqqasla bağlıdır. Yəni bu ayənin nazil olma səbəbi Səd ibn Əbu Vaqqasla bağlıdır. Və bir daha təkrar oxumaq istəyirəm. Əgər valideynlərin mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara qulaq asma. Dünya işlərində isə onlarla gözəl davran. Deməli, bu sahabənin, məşhur bildiyimiz sahabənin radiyallahu anhu gözəl bir qissəsi var. Onlar hələ İslam dinini qəbul etməmişdən öncə Səd ibn Əbu Vaqqas anasına gözəl xidmət və gözəl yaxşılıq ilə tanınan bir insan idi. Və Allah Teala günlərin bir günü ona hidayət verdi və o İslam dinini qəbul elədi. Həqiqətən də çox təsirlidir. Anası bunu eşitdikdə, təbii ki, anası İslam dinini sevmədiyi üçün elə zənn etdi ki, oğlu yanlış bir yola düşüb. Və ona görə də anası oğlunun qarşısına belə bir şərt qoydu. Dedi ki, Səd ibn Əbu Vaqqasa, sən İslam dinini tərk etməyincə mən yeyib içməyəcəyəm, ac qalacağam. O, anası belə zənn edirdi ki, özündə, çünki o bilirdi ki, oğlu necə tərbiyəli bir övladı var, anasının daima qayğısına qalır, anasının xidmətində durur. Ona görə onun anası belə zənn etdi ki, mən oğluma belə desəm, oğlum mənə görə, yəni tərk edəcək İslam dinini. Amma məsələ burasında idi ki, onun anası həqiqəti bilmirdi ki, bu İslam dini haqq dindir və bilmirdi ki, Səd ibn Əbu Vaqqas bu yoldan dönməyəcək. Və subhanallah, doğrudan da Səd ibn Əbu Vaqqas öz imanını, necə ki Allah Teala ayədə xitab eləyir öz bəndələrinə, öz imanını dəyişmədi. Yəni bu məsələdə Allahın dediyinə zidd olduğu üçün anasına itaət etmədi. Ola bilsin ki, ilk baxışda bu bizə belə deyək, bir çətin görsənə bilər ki, o necə valideynin sözündən çıxdı, valideyni incitdi. Çünki rəvayətdə gəlir ki, onun anası yeyib içmirdi. Yəni dedi ki, ac-susuz qalacağam. Həqiqətən də bu övlad üçün, xüsusilə də anasına yaxşılıq edən, anasının qayğısına qalan bir övlad üçün çox çətin bir durum idi. Lakin o Allah Taala'nın, belə deyək, təbii ki, o ayə sonradan nazil oldu onun bu hərəkətinə görə. Lakin bu o iman, Allahın ona verdiyi o iman nemətinə elə bil ki, səbr etdi, onu dəyərləndirdi və görün necə oldu. Artıq bir neçə gündən sonra anası gördükdə ki, o oğlu bu dinindən dönmür və o anasına bunu izah etdi ki, bu imandır, bu dindir və anası da artıq ac-susuz qalmaqda tərk etdi. Yəni subhanallah, həqiqətən də bu çox ibrətamiz bir hadisədir və o səhabələrin həyatı həqiqətən də bizlərə bir örnəkdir. Yəni başqa bir məsələdə o anasına itaət edirdi, anasının xidmətində dururdu. Lakin Allahın əmri gələndə isə subhanallah, o yəni Allahın əmrini pozmadı.